29 Mart 2026-cı ildir və həftənin bazar günü dəyərli izləyicilər, hamımızı maraqlandıran bir xəbər. Pensiyanız yenidən hesablana bilər. Qaydası isə belədir. Diqqətli olun, çünki pensiya məsələsi çoxumuzun ağrılı yerimizdir. Qocalığımıza nə qədər pensiya alacağıq deyə. İndidən bunun qayğısını çəkənlər var və bu dəfə təqdim etdiyimiz mövzu əmək pensiyasının yenidən hesablanması qaydası ilə bağlıdır və publikasyon xəbər verir ki, əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir sualı aktualdır. Xidmət üzrə tələb olunan sənədlər nədir? Birincisi şəxsiyyət vəsiqəsidir. İkincisi ümumi iş stajını təsdiq edən sənədlərdir. Yəni bu əmək kitabçası, hərbi bilet və ya xidmət dövrünü təsdiq edən müvafiq arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s. Xidmət üzrə sənədlərin təqdim etmə forması bunun əsli lazımdır, surəti lazımdır, notarial təsdiq edilmiş surəti lazımdır, bir də elektron surəti lazımdır. Yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs pensiyaçı kimi 6 ildən tez işdən azad olunarsa, onun pensiya məbləği pensiya təyin edilən tarixdən, işdən azad olunduğu tarixə qədər fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır. Başqa sözlə desək, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu yaxud yenidən hesablandığı gündən sonra 6 il boyunca işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti ayların sayı 144 məsəl üçün. Pensiyaçının pensiya təyin edildikdən yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər idi. Lakin 72 aydan çox olmamaqla azaldılır. Nə deməkdir bu? Əlilliyə görə əmək pensiyası isə eyni formada avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Məsələn, hesab eləyək ki, şəxsə 2022-ci ilin 1 fevral tarixində yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edir. Yəni, gücüm yerindədir, bu pensiyada mənə qane etmir, ona görə işləməyə davam edirəm deyirsə. O, 2024-cü ilin 1 fevral tarixində işdən azad olunub. Yəni, şəxs ona pensiya təyin olunduqdan sonra 24 ay boyunca, yəni 2 il boyunca işləyib. Bu zaman fərd hesabının sığorta hissəsində 2022-ci ilin fevralın 1-dən 2024-cü ilin fevralın 1-nə qədər 2300 manat pensiya kapitalı da qeydə alınıb. Bu nə deməkdir? Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı, yəni 2300 manat 120-yə, yəni pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayına, yəni bölünməklə pensiya məbləği yenidən hesablanır. Bir sözlə, güzəştli əsaslarla yaşa görə pensiya alan və işləyən şəxs də işdən azad olunursa, pensiyada yenidən hesablanır. Onlar üçün də müəyyən yeni qaydalar keçərlidir ki, bunlar yenidən hesablamanı özündə əks etdirir. Əgər bu qaydalar sizə də sizin üçün də maraqlıdırsa, bu videonu bəyənin və digər tamaşaçılarımızın izləməsi üçün də bəyənmə və təbii ki, kanalımıza abunə olma ilə bizə öz dəstəyinizi bildirin, dəyərli izləyicilər.